Əziz tələbələr, imtahanda istifadə olunmuş belə bir sual tipinə baxırıq. Aşkar operatorlar mövzusuna aiddir. Gördüyünüz kimi yuxarıda bizə verib artıq operatorlarımızı və aşağıdakı ədədlərdən istifadə edərək verilmiş həlli tapmalıyıq. Deməli, birinci növbədə mən baxıram, yazıb A kvadratı, həmin yerdə məndə 16 durub. Deməli, mən A-nın kvadratı 16-ya bərabərdir düşünsəm, A-nın 4 olduğunu tapıram. Yəni, bərabərliyin sağ tərəfində A gördüyümüz yerə 4 yazırıq. B-nin kubu 8-ə bərabərdirsə, deməli B 2-dir. Gördüyünüz kimi sağ tərəfdə 2-ni hara yazdığımı gördünüz. B-nin yerinə yazıram. 2C kvadratı 18-ə bərabərdir. Yəni bunu yazım, çünki bəziləriniz bilməzsiniz nədir. 2C kvadratı 18-ə bərabər olanda C kvadratı bərabər olur 9-a və C-nin də 3 olduğunu tapırıq. C 3-ə bərabərsə, bərabərliyin sağ tərəfində C-nin yerinə 3 yazırıq. 4D 4-ə bərabərsə, deməli D-nin də 1 qiymətini yazırıq. Hesablayırıq. Bu hissədə 2A plus D, yəni 2 vuraq 4 üstə gələk 1, bizə verir nəyi? 9-u. Digər tərəfdə 3C üstə gələk 2B, yəni bu da deməkdir ki, 9 üstə gələk 4, 13-ü verir. Düzgün cavabımız 9, 13, yəni D variantı olur.